Herkese salam. Bugün sizinlə əsasən 9-cu sinifin buraxılış imtahanına düşən sual tipinə baxacağıq. Əslində bu sual çox asan sualdır, amma burada bilməli olduğumuz bir məqam var. Mən sizin üçün onu qeyd kimi yazmışam və siz bu qeydi qaydanızın bir kənarına qeyd edin. Çox vacib məqamdır. Kiçik bucağın qarşısında kiçik tərəf, böyük bucağın qarşısında isə böyük tərəf olur. Bu nə deməkdir? Yəni mənim kiçik bucağımın qarşısında duran tərəfim kiçik olacaq, böyük bucağımın qarşısında duran tərəfim isə böyük olacaq. Yəni nə qədər bucaq kiçikdirsə, qarşısında duran tərəf o qədər kiçik, nə qədər bucağım böyükdürsə, onun qarşısında duran tərəfim isə böyük olacaq. Gəlin baxaq, burada bizə alfa, beta, gamma adlı daxili bucaqların verilmişdir. Və biz bilirik ki, daxili bucaqların cəmi 180 dərəcədir. Və bu alfa, beta, gamma 2x, 8x və 3x nisbətində bölünmüşdür. Və mən bilməliyəm ki, bucağın nisbəti böyükdürsə, onda bucaq böyükdür. Baxırıq ki, ən böyük bucağımız betadır. Çünki 8-in nisbətindədir. Ən böyük bucağımız beta, daha sonra gamma, ondan da kiçik isə 2 nisbətində olan alfadır. Daha sonra gəlin baxaq. Beta bucağının qarşısında duran tərəfimiz B-dir. Deməli bizim B bucağımız ən böyük, B tərəfimiz ən böyük tərəfimizdir. Daha sonra gammamız daha böyükdür. Ona görə gammanın qarşısında duran C tərəfimiz isə böyükdür. Amma ən kiçik tərəfimiz isə alfanın qarşısında duran A tərəfi olacaq. Artıq axırlara yaxınlaşdıq. Burada bizə bir ifadə verilibdir. Burada deyir ifadəni sadələşdirin. Biz bilməliyik ki, modul mənfini odur. Modulun içərisində mənfi olsa belə, moduldan çıxanda müsbət şəklində çıxacaq. Ona görə də mən bir ifadədən modulu atmaq istəyirəmsə, o ifadəni müsbətə çevirib, mənfidirsə mənfi 1-ə vurub, müsbətə çevirib, daha sonra modulu atacağam. Gəlin birinci modulun içərisindəki ifadəyə baxaq. A çıxılsın B. Mən bilirəm ki, ən böyük tərəfim B-dir. Ən kiçik tərəfdən ən böyük tərəfi çıxsam, əlbəttə ki, mənfi olacaq. Ona görə də mən bunu mənfi 1-ə vurub, B çıxılsın A şəklində yazıb, daha sonra modulu atıram. İkinci ifadədə isə B çıxılsın C müsbətdir. Ona görə də onu elə olduğu kimi saxlayıram. Və daha sonra üçüncü ifadədə isə A çıxılsın C. A ən kiçik tərəfimizi deyənə, ən kiçikdən zaten nəsə çıxsam, mənfi verəcək. Ona görə də yenə bunu mənfi 1-ə vurub, daha sonra modulu atıb yazıram. Burada da sizin üçün daha aydın olsun deyənə yazmışam. Mənfini A çıxılsın C-yə vuranda yerlərini dəyişdirir, olur C çıxılsına. Daha sonra biz bu ifadəni aldıq. Bu ifadəni də yerdə qalır sadələşdirmək. Buradan ixtisarlarımızı aparıb alırıq ki, 2C çıxılsın.